Ötən il ərzində asan müraciətə 11400 müraciət daxil olub. Problemlər sözü gedən sistem vasitəsilə aidiyyatı qurumlara yönləndirilib. Həmin müraciətlərdən doğru ünvanlanmadığı üçün 1491-i geri çevrilib, 5835-i isə cavablandırılıb. 2024-cü ildə qurumlara 4200 müraciətdən 3500-dən çoxu yönləndirilib, 2200-dən artığı isə təmin edilib. Bununla yanaşı, Zəng çağrı mərkəzinə ötən il ərzində 1132 müraciət daxil olub və cavablandırılıb. Bunu Asan Müraciət İnformasiya Sisteminin 2024-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dedi. Beynəlxalq təcrübədə bu cür sistemlər 3 ya 4 ölkədə var, mövcuddur, amma Asan Müraciət öz rahatlığı və funksionallığı ilə demək olar ki, beynəlxalq təcrübədə ən yaxşı bu tipli sistemlərdən biridir və təsadüfi deyil ki, BMT-nin Cənub platforması çərçivəsində gördüyünüz kimi xüsusi mükafata da layiq görülübdür. Bu sistemdə qoşulan, inteqrasiya olunan təşkilatlara və onların nümayəndələrinə də xahiş və tövsiyə edərdim ki, asan müraciət vasitəsilə daxil olan müraciətlərə həssaslıqla yanaşılsın, problemlərin həllinə cavabsız, ümumiyyətlə sual, cavabsız müraciət olmasın. Hazırda Asan Müraciət İnformasiya Sistemi 97 qurumun iştirakı ilə ölkə ərazisi üzrə müraciətlərin qəbulunu və aidiyyatı üzrə göndərilməsini təmin edir. Bu günədək 25 minə yaxın istifadəçi Asan Müraciət mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçib. Qeyd edək ki, Asan Müraciət Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci ildə yaradılıb. Bu günədək 25 minə yaxın istifadəçi Asan Müraciət mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçib. Bu, həm vətəndaşlarımızın problemlərin həllində iştirakçılığını təmin etmək üçün unikal bir sistemdir. Eyni zamanda dövlət qurumları, dövlət təşkilatları üçün də problemi vətəndaşların vasitəsilə daha operativ müəyyən etmək və ona çevik reaksiya vermək, o problemi həll etmək üçün yaradılmış bir sistemdir. Növbəti illərdə təbii ki, bu asan müraciətdən istifadə sayı və imkanları daha da genişləndiriləcəkdir. Tədbirin sonunda müraciətlərə baxılmasında fərqlənən müxtəlif qurumlara, fəallığı ilə seçilən vətəndaşlara təşəkkürnamələr təqdim olundu.